Salam, hər vaxtınız xeyir olsun, əziz Instagram və TikTok dostlarım. Xoş gördük hamınızı. Hamınızdan xahiş edirəm ki, bu paylaşımı dinləyəndə, izləyəndə orada ya plus işarəsinə ya da təqib et işarəsinə parmağınızı toxundurun, təqib edin, paylaşın və altından da illərinizi, müjdlərinizi yazın. İnanıram ki, bu səhifə sizin xoşunuza gələcək, canlı paylaşımlarımız olacaq. İllər haqqında, müjdlər haqqında, sizin ən uğurlu aylarınız, illəriniz haqqında geniş məlumat verəcəm. Hamınızı xoş gördük bir daha. Mən istəyirəm Qoç bürcü altında doğulan insanların xasiyyəti haqqında bir balaca açıqlama verim. Əgər doğrudan da gözəl sevgi istəyirsənsə, sədaqətli insan axtarırsansa, elə Qoç bürcündən yapışın. Çünki Qoç bürcü altında doğulan insanlar insana müsbət enerji verir, sevgi verir, insana həyat verir. Sadəcə Qoç bürcü altında doğulan xanımlar əzabkeş, zəhmətkeş xanımlardır. Əgər sən Qoç bürcü altında doğulan xanımsansa, yadında saxla. Bu çiynində kişi yükü, bu çiynində də qadın yükü olacaq. Əzablı, əziyyətli, məşqəyyətli günlər keçirdəcəksən və Qoç bürcü altında doğulan xanımlara deyirlər ki, yox, bu xanım özündən razıdır, bu xanım özündən deyəndir. Xeyr, Qoç bürcü altında doğulan xanımlar ac qalar, amma heç kimi əyilməz. Qoç bürcü altında doğulan xanımlar sevgiyə möhtac qalar, amma heç kidən sevgi dilənməz. Çünki Qoç bürcü altında doğulan xanımlar vəfalı, sədaqətli və həyata bağlı xanımlardır. Qoç bürcü altında doğulan xanımlar öz sevdiyi insanlardan sarı öz canlarını fəda edən xanımlardır. Sadəcə bu xanımlar yalanı xoşlamır, əyilməyi xoşlamır, riyakarlığı xoşlamır, alçatmağı xoşlamır, alçalmağı xoşlamır. Bu xanımlar həmişə hamıya müdrikcəsinə məsləhətlər verirlər və Qoç bürcü altında doğulan xanımlar dünyanın ən gözəl sevgi dolu xanımlarıdır. Ehtiraslıdırlar, şəhvətlidirlər, amma sevdikləri insandan sarı canlarını fəda etməyə hazırlar. Amma nə olar ki, Qoç bürcü altında doğulan xanımların sevgisi ilə oynamayın, Qoç bürcü altında doğulan xanımların ləyaqəti ilə oynamayın, onları alçaltmayın, onların sevgisini ucuz tutmayın, onların sevgisini daima uca qaldırın. Onlar sizi sevəcək və ömrünüzün axırına kimi sizə vəfalı, sədaqətli və xanım olacaqlar, sevgili olacaqlar, arvad olacaqlar. Ondan sonra uşaqlarınızın anası olacaq. Qoç bürcü altında doğulan kişilər çılğındılar. Qoç bürcü altında doğulan kişilər çox etirazlıdırlar. Qoç bürcü altında doğulan kişiləri hamı belə necə şorgöz bir insan kimi tanıyır. Bu qanlarında var, o heç, o var. Amma Qoç bürcü altında doğulan kişilərin bir balaca yumuşaq damarını tutsanız, onlar öz canlarını da sizə fəda edər. Çünki Qoç bürcü altında doğulan kişilər düzdür, bir nəfəri sevirlər, amma 9 yerə bax, gözləri belə-belə sağa-sola gedir. Amma ailə qurduqdan sonra Qoç bürcü altında doğulan kişilər öz ailəsinə sədaqətli olurlar. Öz sevdikləri xanıma sədaqətli bəy olurlar. Və Qoç bürcü altında doğulan kişilər hamıya pul xərcləməyi, əl açıq, səxavətli olmağı sevirlər və qazandıqların xərclədiyi kimi ləzzət alırlar xərcləmələrindən. Amma Qoç bürcü kişiləri doğrudan da gəlin açıq etiraf edək ki, Qoç bürcü altında doğulan kişilər çox xanımların gözü yaşlı qoymusunuz. Bircə bu Qoç bürcü altında doğulan kişilərdə hansı bir maqnit qüvvə var ki, bütün xanımları özünə cəlb edir və özünə cəlb edildən sonra İstəmədiyi xanımın yanından o saatda qaçır, itir. Ona görə də Qoç bürcü altında doğulan kişilərin də, qadınların da dəyərin bilin, sevgi, romantika, məhəbbət, düzgünlük, etibarlılıq Qoç bürcü altında doğulanlardadır. Və çalışın ki, Qoç bürcü altında doğulan xanımlar və bəylər sizin əhatənizdə çox olsun. Çünki Qoç bürcü altında doğulan kişilərin yeganə zəif cəhəti odur ki, bir gözəl görən kimi o saat o gözəl atdı müjgan oxun dəydi sinəmdən, cadu qəmzələri canıma düşdü. Aşıq Ələsgərin şeirini bilməm, düz dedim, səhv dedim. Amma bilirəm ki, Qoç bürcü altında doğulan kişilər biraz balıq kimi sürüşkən olur da. Ona görə də amma onları möhkəm tutan xanımlar onlardan yaxşı
gözəl ailə başçısı və onlara məhəbbət verdikcə o enerjini alacaqsın. Amma Qoç xanımlarının tayı bərabəri yoxdur. Fədakar, əzabkeş, cəfakeş və öz dostlarına, sevdiklərinə xəyanət etmədən düzgün, yeganə xanımlardır. Var olasınız, Allah sizi qorusun və Qoç bürcü altında doğulan bəyləri, xanımlara Allahdan uzun ömür, can sağlığı arzulayıram. Xoşbəxt olun.